Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Qırmızı burnumla və qəribə bir səsimlə qarşınızdayım. Üzr istəyirəm, bu gün nasazam və yenə də bu videonu bölüşmək istədim. Çoxdandır imtahana düşən qeydlər rubrikasını davam etdirmirdim. Burnuma fikir verməyin, səsimə fikir verməyin, əsas fokuslanın dərsə və çox maraqlı qeydlər sizlə bölüşəcəm. Bilirsiniz, bu yaxınlarda DİM-in vəsaiti çıxdı. Getdik aldıq dəyişimizin adı nədir? Müəllimsənsə nə çıxdı? Yenilik əldə etməlisən. Çox ciddi bir dəyişiklik yoxdur açığı. Yenə də oradan da qeydlərimiz var. Əlavə etmişəm. Nə tapıram DİM-ə aid salıram bu qeydlərin içinə. Yəni narahat olmayın. Bizim əsas məqsədimiz hansı kurs nəyi necə götürdü? Bu deyil. Biz bununla maraqlanmırıq. Kurslar dəyərli vəsaitlər hazırlayır, var olsunlar, kömək olurlar, var olsunlar. Ancaq bilirsiniz ki, son sözü DİM deyir və ona uyğun da qeydlər biz hazırlayıb bölüşməliyik ki, şagirdlərimiz bundan faydalana bilsinlər. Üzr istəyin. Aha. Deməli, dərslikdən çıxardığımız qeydlər rubrikasında frazim nümunələri, çox mənalı sözlər, yəni məcazi mənalı nümunələr, amonim nümunələri, sözün düzgün yazılışı, deyilişi və eyni zamanda leksik mənası ilə bağlı qeydlər var və ən sonda da bir qayda, bir təkrar ilə biz sözün başlanğıc formasını, sözün kökünü və eləcə də söz nədən yaranıb, nədən düzəlib anlayışını izah edəcəyik. Düzdür, bizim bütün bölmələrdən video izahımız var, yəni ki, Azərbaycan dilindən bütün dərsləri izah etmişəm. Gələn il bunu inşallah yeniləyəcəm, bu il üçün kifayətdir. Lakin orada baxır şagirdlər, məsələn, qeydlərə, yenə də görürsən ki, nəsə aydın olmaya bilir. Burada artıq təkrar eləyəndə o şagirdin ağlında daha yaxşı qalır, ona görə də bundan istifadə edəcəyik. Deməli, yoldaşlar, bizim ilk qeydlərimiz, ilk 4 qeydə diqqət edək. Bunlar çox önəmlidir, DİM mətnlərində də istifadə olunmuşdur. Birinci qeydimiz dişi bağırsağını kəsmək frazeoloji birləşməsi ilə bağlıdır. Daxilən əsəbi hal keçirmək, əsəbləşmək, hirsini büruzə verə bilməmək. Hirsi bağırsaqlarını kəsmək, hirsi başına və ya təpəsinə vurmaq, hirsindən bığlarını çeynəmək, hirsindən dodaqlarını gəmirmək. Bənzər nümunələrdir, yəni cin atına minmək kimidir bu da. Gördüyünüz kimi əsəbləşmək mənasına gələn frazeoloji birləşmədir. Növbəti nümunəmiz dünyanı başına dar eləmək. Kimisə təhdid edir, deyir sənin başına bu dünyanı dar edərəm. Yəni nə deməkdir? Son dərəcə kədərləndirmək, kimisə üzmək, incitmək, onu pis vəziyyətə salmaq. Sarısını udmaq. Sarı ifadəsi etimologiyaya əsasən öd mənasına da gəlir. Öd, bildiyimiz öd kisəsi öd. Hətta burada qarşılığı olaraq bir digər sinonim nümunəsi ödünü udmaq ifadəsi də var. Güclü qorxu hissi keçirmək, bərk qorxmaq mənasına gələn frazeoloji birləşmədir. Digər nümunəmiz kürkünə birə düşmək ifadəsi də narahatlıq, qorxu, həyəcan keçirmək mənasına gəlir. Əl-ayağa düşmək, təşvişə düşmək də buna bənzəyir. Yəni, sarsını udmaq, artıq qorxmusan, yoxsan, yəni keçirmisən qorxudan. Kürkünə birə düşmək isə daha çox qorxu, həyəcan, narahatlıq keçirməkdir. Tam belə şiddətli qorxu mənasında sarısını udmaq daha yerində olar. Növbəti ifadəmiz çox mənalı sözlərə aid nümunə. İndi burada baxın, bəzilərinin fikir versəz bir neçə amonim nümunəsi yazmışam, amma necə olduğunu qeyd etməmişəm. Onları Telegram kanalımdan birbaşa göstərəcəm, ona görə də ehtiyac deyil. Deməli, birinci ifadəmiz ağ gün, qara gün ifadələridir. Ağ, qara nəyinsə rəngini bildirirsə, təbii ki, həqiqi mənadadır. Ancaq burada günün ağ və ya qara olması nə deməkdir? Yəni, yaxşı bir gündürsə ağ günə çıxıb, pis bir gündürsə qara günə çıxıb və yaxud da qara fikir də deyə bilərsən, yəni pis fikir mənasında, bəd qüvvəni təmsil edən mənasında və nəticədə ağ-qara sözü bu yerdə məcazi olur. Təzə fikir sözünü Dövlət İmtahan Mərkəzi məcazi hesab edir. Təzə bir paltar, təzə bir geyim, maşın, dəftər, qələm olsa bu həqiqidir.
Vətən yolunda, təhsil yolunda. Yol, əgər getdiyimiz yol mənasındadırsa, asfalt, çınqıl, nə bilim, torpaq, daş yol, bunlar həqiqidir. Amma vətən yolu, təhsil yolu kimi ifadələrdə yol sözü məcazi işlənir. İti sözü, iti bıçaq, iti deyək ki, qılınc mənasında həqiqidir, lakin iti söz, yəni insana dəydikcə kəsən, insanı incidən, iynələyən. İti söz mənasında nədir yoldaşlar? Deməli, məcazidir. Təbliğat maşını. İndi deyəcəksiniz, təbliğat maşını nə deməkdir? Gəlin baxaq. Burada Telegram qeydlərim əsasındadır bu. Bu qeydi biz nə vaxt 20 mart 2024-də paylaşmışdıq. Maşın sözü hansı məqamda çox mənalı, məcazi olur? Baxın. Məcazi mənada qeyri-iradi, mexaniki surətdə hərəkət edən adam haqqında. Yəni, bu adam dayanmır. Daim məhsuldar bir iş görür. Bir də mexanizm kimi fasiləsiz və dəqiq işləyən idarə təşkilat haqqında. Dövlət maşını, təbliğat maşını, hətta bəzən terror maşını da, yəni cəmaatı qırıb biçən mənasında işlənir. Sonra boz insan, yəqin ki eşitmisiniz, boz bir rəng olaraq nəyinsə həqiqətən rəngini bildirirsə, məsələn, boz köynək. Bu ola bilər həqiqi. Lakin siz desəz ki, boz insan, o çox boz adamdır, bu zaman boz həyasız mənasına, utanmaz mənasına gəlir, təbii pis bir mənada işlənir. Gəldik işıq, narın, quru və təzyiq sözlərinə. Təzyiq sözünə diqqət edək. Birinci z, sonra y gəlir. Çox adam bunu təzyiq formasında yazır. Bu düzgün deyil. Gəlin bunlara da nəzər yetirək. Deməli, narın sözü son dərəcə xırda toz kimi deməkdir. Narın torpaq, narın qar. Bu onun həqiqisi. Amma narın zərif, incə, nazik mənasında. Narın tük, narın söz, narın hərəkət, yəni zərif hərəkət. Bu məqamda məcazi olacaq. Quru sözünün də həqiqi mənalarını bilirsiniz. Quru bir feil ola bilir, qurumaq, bir də quru yaş mənasında sifət də ola bilər və nəticədə bu ifadə nədir? Bildiyiniz kimi amonimdir. Amma bu 15, 16, 17, 18 lüğətdə verilən bu 4 məna quru sözünü həm də çox mənalı edir. Məsələn, quru boş, nəticəsiz, qeyri-ciddi. Quru söz. Yəni gəlir kimsə səni təhdid edir. Bir adam da çıxır deyir ki, ona fikir vermə, o hər dəfə belə edir. Quru sözdür onunki. Məcazi mənada maraqsız, cansıxıcı. Onun üslubu çox qurudur və ya bu kitab çox qurudur dedikdə. O nəyi nəzərdə tutur? Yəni maraqsızdır, boşdur. Soyuq, laqeyd, etinasız, quru cavab. Daha sonra məcazi mənada açıq, əsassız, quru böhtan. Bunlar məcazi sayılır. Təzyiq sözünü mən hardan kəşf etmişəm, onu da yazmışam hətta bura. 9-cu sinif bu qiymətləndirmə testləri vəsaitindən olmalıdır. Deməli, təzyiq nədir? Öz ağırlığı ilə basma, sıxma, baskı. Fizikada da bir, deyək ki, ifadə, termin kimi işlənir. Lakin bütün bu təzyiqlər böyük alimi daha da gücləndirir. Zoraki təsir və məcbur etmə məzmununda söz məcazi hesab edilib. Dimin 9-cu sinif mətnindən götürülmüş qeyddir bu, səhv etmirəmsə. Çoxdanındır, bunlar xatırlamıram, bu da 22 mart, yəni ötən ilə aiddir. Daha sonra işıq sözü, yenə bu da 22 mart, martda nəsə güclü iş gedibdir. Deməli, işıq sözünün məcazi mənada işlənməsi barədə dim deyir. Lakin gözlərində bir işıq müşahidə olunur. Bu cümlədə işıq sözü parlaqlıq mənasında məcazidir. Əlavəsi də var. Məcazi mənada ağ gün, aydınlıq, xoşbəxtlik, fərəh mənasında. Yenə də maarif, mədəniyyət, ürfan, tərəqqi mənasında işlənə bilər. Nümunələri görürsünüz, vaxtınızı çox almıram. Məcazi mənada aydınlıq, təmizlik mənasında işlənir. Davam edək. Bunlar belə, bunlar getdi. Daha sonra sözün düzgün yazılışına qeydlər. Bu sözlərin mənasını çox adam bilir, daha mənasını gedib izah etməyəcəm. Maqnitofon. Tələffüzdə onun biri aya keçir, amma yazılış belədir. Maqnitofon, maqnitofon. Füzulini çox adam yanlış yazır, i ilə başlayır yazmağa. Füzuli, olmaz. Füzuli. Leytinant yox, leytenant.
Daha sonra münbit nümunəsinə nəzər yetirək. Münbit ifadəsi çox zaman m ilə münbit olmaz. Tələffüzdə gedər, amma yazılışda buna yol verməyək. Məxfi nümunəsi çox adam v ilə yazır, olmaz. Dövhə eyni formada v ilə yazırlar, olmaz. Sonra kostyum ifadəsi. Tələffüzdə o aya keçir, kostyum. Çox adam bunu da səhv yazır, tələffüzü kimi yazır. Sonra qəyyum ifadəsi 2 dənə y ilədir. Bilirsinizmi qəyyum nədir? Daha doğrusu kimdir? Yabanı, yabani yox, yabani yox. O səhv etmirəmsə əgər, Türkiyə türkcəsində bu belədir, yabani. Bizdə yabanıdır və vəhşi deməkdir. Növbəti ifadəmiz online, offline ifadəsi. Çox adam ingilis dilində yazır. O-n-l-i-n-e. On-l-i-n-e. İngiliscə belə yazılır. Onlar da tələffüzdə online deyirlər. Lakin bizdə onlar necə tələffüz edir? Bizdə o yazılışdır. Online, offline sözləri belə yazılır. Çox müəllimdə görə bilərsiniz. Elan hazırlayırlar, online dərs. Səhv yazırlar. Yazırlar online şəklində, yəni bu formatda. Ancaq bu düzgün deyil. Diqqətli olaq. Offline də eyni formada. Sürpriz ifadəsi. Sürpriz yox. Sürpriz. 2 dənə r var. Pasiyenti çox adam necə yazır? Y-sız yazır. Pasiyent. Pasiyent y ilə yazılmalıdır. Daha sonra sayğı və sırğa. Çox adam bu iki sözü q ilə yazır. Sayğı, sırğa. Olmaz. Yazılışda da ğ-dır, tələffüzdə də ğ-dır. Buna diqqət edək. Daha sonra bir neçə amonim nümunəsi. Bunu yenə də Telegram kanalım vasitəsilə sizə təqdim edəcəm. Nəzərinizə çatdırım ki, Telegramda bizim 10.000 izləyicimiz var. Telegram kanalımızda heç bir şəkildə reklam olmur. Telegramın öz verdiyi reklamlar xaric. Sakit, səliqəli bir kanaldır. Girib faydalana bilərsiniz. Və burada da linki həm burada var, həm də şərhlərdən tapmaq mümkündür. Gəlin, baxaq yoldaşlar. Deməli, birinci gəlin zindan ifadəsinin amonimliyinə baxaq. Üzrüsən, səhv yerə baxdım. Demək, davam edirik. Burada amonim nümunəsi çoxdur. Hər videoda bir neçəsini göstərmək istəyirəm. Amonimlər. Birinci sözümüz zindan. Keçmiş zamanlarda qaranlıq və müthiş dəhşətli deməkdir. Dustaqxanaya deyilir, yəni zindana saldı filan kəsi. İkinci mənada isə üzərində metal döymək üçün dəmirçi aləti. Baxın, bunu nəzərdə tuturuq. Daha sonra növbəti ifadəmiz bürc ifadəsidir. Bürc, qədim şəhər hasarının üzərində, baxın, buranı deyir, bax. Şan vasitəsilə göstərir. Müşahidə və müdafiə qülləsi, qala çıxıntısı. Bir də var astronomiyada göydə günəş dairəsinin bölündüyü 12 qismdən hər biri. Böyük ayı bürcü, nə bilim, əkizlər bürcü, nə bilim, buğa bürcü, boş-boş şeylər. Hey sözünün amonimliyi maraqlıdır. Hey, insanın heyi qüvvəti. Deyirsən, bugün heyim yoxdur. Vallahi elə mənim tam yerimə düşdü bu söz. Bugün mənim də heyim yoxdur, üstünüzə sağlıq. Qüvvət, iqtidar, cismani enerji. İkinci mənası nidadır. Hey, filan kəs. Çağırış nidası, köməkçi nitq hissəsi. Üçüncü məqamda isə durmadan, dayanmadan, həmişə, fasiləsiz olaraq. Yağış, hey yağır, elə hey səndən danışır. Və nəticə etibarı ilə biz onun zərf, nida və isim olduğunu öyrəndik. Növbəti ifadəmiz nədir? Hayan ifadəsini yazmışam bura, hə. Hayan. Hayan bir hansı tərəf, hara, hansı səmt, hayana gedirik. Bu daha çox bədii ədəbiyyatda özünü göstərir. Yenə də dedim biləsiz. Bir də hayan, kömək, köməkçi, arxa, himayəçi, havadar. Mənə hayan dursun. Deyir, valideynlər bəzən deyir ki, siz böyüyürsünüz, bəs mənə kim hayan duracaq? Çıxar ifadəsi, xərc, məxaric, xərclənən miqdar. Biri var gəlir, biri var çıxar. Gəlir mənə gələndə, çıxar da məndən çıxar.
Bir də var çıxarmaq feili. Bu zaman ard leksik olmalıdır ki, bunların başlanğıcı üst-üstə düşsün. Əks halda nə olmaz? Amonim olmaz, başlanğıc eyni olmalıdır. Və son olaraq yaylıq ifadəsini göstərək. Yaylıq kəlağayı kimi bir şey. Yəni yay fəslinə üzr istəyirəm, səhv yerə baxdım. Üçkünc və dördkünc parçadan ibarət qadın baş örtüsü və bir də yaylıq, məsələn, paltar. Deyirsən ki, özümə yaylıq paltar aldım, qışlıq paltar aldım. Yəni yayda geyinə biləcəyim və ya qışda geyinə biləcəyim. Yerinə görə sifət və isim ola bilir. Deməli, bu sözlərin mənasını mütləq bilməlisən. Elə bunu da mən Telegram kanalım vasitəsilə sizə göstərmək istəyirəm. Birinci ifadəmiz bədirlənmə ifadəsidir, yaza bilsək. Bədirlənmə ifadəsi, baxın, şəkilli göstərmişik. Dolğunlaşmaq, tam dairə şəklində 14 gecəlik şəklə düşmək. Bu da bədirlənmiş ay olaraq gedir. Məcazi mənada ay kimi parlamaq deməkdir. Daha çox ədəbiyyatda istifadə olunur. Polemika ifadəsi. Nə deməkdir polemika? Polemika, mətbuatda, ictimai müzakirələrdə və s. müəyyən bir məsələ barədə elmi əsaslara söykənən bir fikir mübadiləsi. Mübahisə, amma da bu pis bir mübahisə deyil. Daha çox elmi və ya altı dolu bir mübahisədir. Səviyyəli insanların dalaşmağına bir növ polemika deyilir. Totem, üzr istəyirəm, yanlış tələffüz etdim, totem. Deməli, bir çox ibtidai tayfa və qəbilələrin sitayiş etdiyi və nəslin əcdadı və ya xilaskarı saydığı heyvan, bəzən də bitki, əşya və təbiət hadisəsi. Görürsünüz, qəribə bir fiqurdur. Bu totem adlanır və siz tarix oxuyursunuzsa əgər, bu barədə bilginiz olacaq. Daha sonra anotasiya ifadəsi. Fikir verin, tələffüzdə 2 n olsa da, daha doğrusu yazılışda 2 n olsa da, tələffüz zamanı n-lardan biri düşüb. Kitabın, məqalənin, film və ya verilişin qısa məzmunu. Bu ifadəni bilməlisiniz, xüsusən blokda düşmə ehtimalı yüksəkdir, elə buraxılışda həmçinin. Sonra epilepsiya ifadəsi var. Bu bir xəstəlik də sayılır. Nevroloji xəstəlik, beyində patoloji oyanıq sahənin yaranması və bunun nəticəsində tutmalar, qıc olma zamanı sinir impulslarının üzə çıxması. Allah heç kimə göstərməsin, ağır bir hadisədir. Növbəti ifadəmiz kətil. Görürsünüz, yəqin ki, çox da nəyə ehtiyac yoxdur, izaha ehtiyac yoxdur, şəklini birbaşa vermişik. Sonra nəyi demədim? Aha, xiffət və festival. Gəlin baxaq. Festival deyəndə ağlıma Braziliya gəlir, çünki orada maraqlı deyilənə görə festivallar olur, eləcə də Hindistanda. Festival nədir? İncəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayram, musiqi festivalı və ya teatr. Daha sonra xiffət 2 f ilə yazılır, elə 2 f ilə də deyilir, v-ya filan keçmək yoxdur. Fikir, dərd, qəm, qüssə, fikir çəkmə. Onun xiffətini çəkmək, məsələn, belə bir ifadədə istifadə oluna bilər. Bura kimi belə, bura kimi daha çox, əsasən leksikadan, fonetikadan olan biliklərimizi təzələdik, çünki çox adamın əsasən buna ehtiyacı olur. Bir qayda bir təkrara keçid edək və bir neçə qaydanı xatırlayaq. Demək, əlimizdə bəzi nümunələr var. Mən icazənizlə qələmimi götürüm və yazmağa başlayayım. Necə yazırdılar, ay Allah. Artıq yazmağa hazırıq. Deməli, qayda təkrarımızda biz nəyi xatırlamalıyıq? Sözün kökü, başlanğıc forması və söz nədən yaranıb düzəlib. Əvvəla bilmək lazımdır ki, bunun üçü də fərqli anlayışdır. Bəzən bunlar üst-üstə düşür. İndi göstərəcəm necə. Amma sözün kökü dedikdə başqa yerə, başlanğıc forma dedikdə başqa, nədən yaranıb düzəlib. Bu ikisi eyni şeydir. Bəzən yaranmaq, bəzən düzəlmək feillərini işlədir. Eyni şeyə gəlib çıxır. Mən
Leksikologiya, üzr istəyirəm, söz yaradıcılığı bölməsini izah edərkən sizə belə bir nümunə gətirdim. Birinci biz varıq. Xeyr, əslində birinci biz yoxuq. Biz ən sondayıq. Yəni mən. Məndən öncə kim var? Mənim üçün ana var və ata var, təbii ki. Mənim yaranmağıma vəsilə olublar. Və ondan öncə kim var? Ondan öncə də baba var və nənə var. Nəticə etibarilə, baxın, biz buradayıq. Biz nədən yaranmışıq, nədən düzəlmişik deyəndə mən gedib baba nənəyə getmirəm. Əgər biz burada deyək ki, Vəli haqqında danışırıqsa, Vəlinin atası da olsun Əli, anası da olsun, ad fikirləşmək niyə bu qədər çətindir? Nərmin. Babası da olsun babalara yaraşan ad Qəzənfər. Nənəsi də olsun Xədicə. Vəli Əli və Nərmindən gəlib. Düzdürmü? Amma belə ümumi baxdıqda Vəlinin kökü haradır? Qəzənfər və Xədicə, yəni ondan öncəkilər və Qəzənfər Xədicədən öncə kimsə varsa onu da deyə bilərsən. Əcdadları. Gəldiyimiz kök. Bax, bu bizim gəldiyimiz kökü təmsil edir. Bu bizim nədən yarandığımızı təmsil edir. Bu da hal-hazırki bizi təmsil edir. İndi məntiqi biraz daha gəlin açaq, biraz daha genişləndirək ki, bu nənə-baba nümunəsini nə üçün verdiyimi daha yaxşı başa düşəsiniz və qavrayasınız. Deməli, mənim əlimdə belə bir nümunə var bildirkilərdən. Bildir sözü yerinə görə iki cür təhlil oluna bilər. Bilməkdən bildirmək, feil kimi. Bir də bildir, vurğusu əvvələ düşəndə keçən il mənasına gəlir, zərf olur. Orada artıq bilmək anlayışı yoxdur. Bildirkilərdən, yəni ötən ilkilərdən deməkdir və nəticədə bilməkdən olmayacaq. Bunun kökü bildir olacaq. Ki leksikdir, lər cəmdir qrammatik, dəndə çıxışlı hal. Mənə desələr ki, ay validə, bunun kökü nədir? Mən deyəcəm ki, bunun kökü bildir. Kök budur. Kök heç bir leksik şəkilçi daxilində olmadan işlənir. Heç bir leksik şəkilçi olmamalıdır. Mənə desələr ki, validə, bəs bunun başlanğıcı nədir? Bax, başlanğıcı edəndə nə etdim? Başlanğıc edəndə mən dedim ki, qayda kitablarında da var bu. Ən son leksik hansıdır? Bax, burada baxıram, lər qrammatikdən qrammatik, ən son leksik kidir. Kidən bir xət çəkirəm, aparıram əvvələ kimi, olur bunun başlanğıcı bildirki. Sözün özü bildirkilərdən, başlanğıcı bildirki, kök bildir. Bəs mənə deyə bilərsən ki, ay validə, yaxşı, başlanğıcı izah etdin, kökü izah etdin, nədən yaranıb, nədən düzəlib. Nədən yaranıb, nədən düzəlib deyəndə ən son leksik şəkilçi. Burada 50 dənə qrammatik olar, o mənə maraqlı deyil. Qrammatikin belə yerdə hörməti qalmır. Ən son leksik nədir uşaqlar? Ən son leksikimiz gördüyünüz kimi kidir. Onu silirəm və nəticədə bildir. Gördünüzmü? Köklə yaranma hissəsi üst-üstə düşdü. Buna diqqət. Azaldılmışdı nümunəsində az sözün kökü, al leksik, azaltmaq. Bu normalda tır şəkilçisidir. Sadəcə özündən sonra da sait gəlir və nəticədə bu, deyək ki, tıdıya keçir. Azaldılmaq, mış zaman, dırda xəbərlik. Burada artıq 3 dənə leksik var, işin biraz çətinləşir, düzdürmü? Mənə desələr bunun kökü nədir? İcazənizlə buranı silək. Mənə desələr bunun kökü nədir? Kökün işarəsi də budur, bilirsiniz. Kök deyəcəm ki, az. Bu arada az yerinə görə azmaq feili olur, yerinə görə az say ola bilir. Mən hardan bilim bu feildir yaxud da saydı? Al-əl şəkilçisi adlara qoşulur, feillərə qoşula bilmir. Deməli, bu az burada nə imiş? Sayıymış. Mənə desələr bunun başlanğıcı nədir? Başlanğıc deyəndə hara baxırdım? Ən son leksik hardadır?
Ən son leksik ıldır. Il. Deməli, bunun oldu. Başlanğıcın işarəsini yazaq. Başlanğıc forması azaldılmaq, azaldılmaq feili. Mənə desələr ki, bəs bu nədən yaranıb? Ən son leksik nədir uşaqlar? Il şəkilçisi. Ilı silirəm. Deyəcəm ki, bu nümunə azaltmaq feilindən yaranıb. Bir məntiqi bir daha sorğulamaq lazımdır. Nədən yaranıb, nədən düzəlib deyəndə kökə baxmaq olmaz. Düzdür, bəzən köklə üst-üstə düşər, necə ki, bildirçilərdən nümunəsində üst-üstə düşdü. Amma gördüyünüz kimi bəzən düşməyə də bilər. Ona görə kökə baxmaq düzgün deyil birbaşa. Siz birinci təhlilinizi aparın, leksikdir, qrammatikdir, nədir? Və bir də sizə hər hansı bir sözlə bağlı müzakirə apar dedikdə, məsələn, sənə deyir ki, zaldakılar. Aha, elə bu nümunə. Cümlədə işlətməyə ehtiyac yoxdur. Sənə deyir ki, bu söz nədir? Yəni, bəllidir ki, nitq hissəsini soruşur. Şagird deyir ki, kimlər və nəticədə nə edir? Gedir bunu kimlər sualı verdiyi üçün isim götürür. Lakin bu yanlış yanaşmadır. Bir söz hansı nitq hissəsidir? Bunu bilmək istəyirsinizsə, onun başlanğıc formasına baxırsınız. Başlanğıc forması bizə çox şey ifadə edir. Zal sözün kökü dakı dəkir leksik şəkilçisidir, sifət düzəldir. Lar da nədir? Kəmiyyət. İndi başlanğıca baxanda nə edirdim? Ən son leksik nədir? Dakı dəkir. Deməli, bu nümunənin başlanğıcı zaldakıdır. Zaldakı sözü isə nitq hissəsi kimi sifətdir. Gördünüz? Ları buradan, yəni isimləşdirən ünsürü buradan uzaqlaşdıranda bunun nə olduğu ortaya çıxır. Əsl üzü siması ortaya çıxır. Buna diqqət. Gəldik, əsəbləşdirdin sözündə əsəb sözün kökü əsəbdən əsəbi. Əsəbiləş. Əsəbiləş. Əsəbləşdirmək. Di şühudi keçmiş zaman. N da nədir uşaqlar? Əlbəttə ki, şəxs sonluğu. Deməli, bunun kökü nədir? Əsəb. Kök oldu. Əsəb. Başlanğıc formada nə edirdim? Ən son leksik dirdir. Əsəbləşdirmək. Əsəbləşdirmək. Başlanğıc forma. Nədən yaranıb, nədən düzəlib? Ən son leksiki silirəm. Əsəbləşdirmək feili. Əsəbləşmək feilindən yaranmış oldu. Biz ata-anadan gəlirik. Yəni, o cür o məntiqlə yanaşa bilərsiniz. Belə. Ümid edək ki, bu videomuz sizlər üçün faydalı oldu. Hər hansı bir sualınız yaransa şərhlərdə qeyd edin. Bəzən olur ki, birbaşa cavablamıram, amma həmin şərh ağlımda qalır və imtahana düşən qeydlər rubrikasında onu mən sizə təqdim edib izah verirəm. Belə, sağ olun, salamat qalın.